Azərbaycan xalqının qəhrəmanlıq tarixi, torpağının bütövlüyü uğrunda canından keçən müqəddəs şəhidlərimizin qanı ilə yazılmışdır. Bu şərəfli tarixin hər bir səhifəsində adı qızıl hərflərlə həkk olunmuş, vətənpərvərliyi ilə gələcək nəsillərə örnək buraxmış unudulmaz simalar var. Belə sarsılmaz xarakterli, cəsur və fədakar vətən oğullarından biri də 1-ci Qarabağ müharibəsində göstərdiyi misilsiz igidliklərə dastan yazan tağım komandiri Sahib Şirinoğlu Şirinovdur. O rahat həyatını və parlaq karyerasını vətənin dar günündə bir kənara qoyaraq cəbhəyə atılan əsl xalq qəhrəmanıdır. Sahib Şirinoğlu Şirinov əslən Qubadlı rayonunun Məlik Əhmədli kəndindən olsa da 1953-cü ildə Bakı şəhərində dünyaya göz açmışdı. Elmə, təhsilə böyük həvəs göstərən Sahib 1969-1973-cü illərdə Bakı Sovet Ticarəti Texnikumunda, ardınca isə 1973-1977-ci illərdə Məşədə Əzizbəyov adına Neft və Kimya İnstitutunda ali təhsil almışdı. Universiteti uğurla bitirdikdən sonra 1992-ci ilə qədər ölkəmizin müxtəlif müəssisələrində fərqli rəhbər və məhsul vəzifələrdə çalışıb. Lakin 1992-ci ilin baharında mənfur erməni tapdağı altında inləyən doğma torpaqlarımızın fəryadı onun vətənpərvər qəlbinə sığmadı. 1992-ci ilin may ayında o daxilindəki vətən sevgisinin səsinə səs verərək çalışdığı iş yerindən öz ərizəsi ilə çıxır və könüllü olaraq milli ordu sıralarına qoşulur. Hərbi xidmətə tağım komandiri kimi başlayan Sahib Şirinovun ilk döyüş yolu əcdadlarının yurdu olan Qubadlı rayonundan başladı. O qısa müddətdə öz təşkilatçılıq qabiliyyəti və qorxmazlığı ilə seçilərək tək Qubadlıda deyil, həmçinin Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında gedən ən ağır döyüşlərdə fəal iştirak etdi. Sahib Şirinov 1992-ci ildə Qubadlı rayonu ərazisində yerləşən strateji Lalazar körpüsü yaxınlığında düşmən hücumunun qarşısının alınmasında və həmin ərazidə düşmənin 3 hərbi vertolyotunun vurulmasında fəal iştirak etmişdi. O həm də mülki əhalinin təhlükəsiz ərazilərə çıxarılmasında mühüm rol oynayaraq günahsız insanların xilaskarına çevrilmişdi. Sahib Şirinovun döyüş bioqrafiyasının ən heyrətamiz səhifəsi Laçın rayonu ərazisində yazıldı. Şiddətli döyüşlərin birində Sahib 2 nəfər silahdaşı ilə birlikdə düşmənin tam mühasirəsinə düşmüşdü. Onlar 9 gün çətin və dözülməz şəraitdə meşələrdə yabanı meyvələrlə qidalanaraq sağ qalmağı bacararaq sonda qəfil bir zərbə ilə düşmən mühasirəsini yarıb çıxmışdılar. Həmin döyüşdə onlar bir neçə düşmənin canlı qüvvəsini və hərbi texnikalarını sıradan çıxartmışdılar. Geri qaydanda isə 4 nəfər erməni döyüşçüsünü əsir götürmüşdülər. Həmin əsirlərin dindirilməsi kadrları Respublika televiziyasında da yayınlanmışdı. Göstərdiyi bu misilsiz igidliyə görə Sahib Şirinova 500.000 rubl məbləğində pul mükafatı verilmişdi. Lakin sahib bu pulları özündə saxlamadı
hamısına cəbhə yoldaşları üçün ərzaq və isti geyim alaraq onlara payladı. Onun hərbi duhası növbəti dəfə Qubadlının Seytas kəndində özünü göstərdi. Öz tağımını ermənilərin arxasına keçirən komandir erməni döyüşçülərini və bir neçə texnikasını məhv etdilər. Burada mühasirəyə düşsələr də döyüşə mühasirəni uğurla yarmağı bacarmışdılar. Sahibin xidmət etdiyi batalyon 1994-cü il yanvar ayının 3-də Ağdam bölgəsinə köçürüldü. Yanvar ayının 4-ü və 5-i Ağdamın Güllücə və Salahlı kəndləri uğrunda gedən şiddətli döyüşlərdə Sahib Şirinov ağır yaralansa da döyüş meydanını tərk etmədi və tağımına rəhbərlik etməyə davam etdi. Bu qanlı döyüşlərdə o, düşmən snayperinin xain gülləsinə tuş gəldi. 1994-cü il yanvar ayının 6-sında Sahib Şirinov şəhidlik zirvəsinə uzaldı. Qəhrəmanımız Bakı şəhəri Bülbülə qəsəbəsindəki şəhidlər xiyabanında dəfn edildi. Ölümündən sonra hərbi xidmətlərə görə medalı ilə təltif olundu. Bugün onun əziz adı Bakı şəhəri Hövsan qəsəbəsində yerləşən 273 saylı körpələr evi uşaq bağçasında əbədiləşdirilib. Sahib Şirinov kimi qəhrəmanlar ölmürlər. Bugün uğrunda can verdiyi Qubadlı, Laçın, Ağdam və bütün Qarabağ azaddır. Şanlı ordumuz şəhidlərimizin qanını yerdə qoymadı. Onların ruhunu şad etdilər. Azad Qarabağın səmasında dalğalanan şanlı bayrağımızda Sahib Şirinov kimi ərənlərin də imzası var. Onun keçdiyi şərəfli döyüş yolu gələcək nəsillər üçün bir vətənpərvərlik məktəbidir. Millətimiz var olduqca bu qəhrəman komandirin adı qəlblərdə əbədi yaşayacaqdır. Ruhunuz şad olsun əziz şəhidlər. Şəhidlər ölməz, vətən bölünməz.